digər iqtisadiyyat xəbərlərini ekonomik Aysel Fərziyeva təqdim edəcək. Axşamınız xeyir olsun Aysel. Hər vaxtımız xeyir olsun Mehman. Hazırsınızmı iqtisadiyyat xəbərlərini təqdim etməyə? Sözsüz ki, hazırıq, bizi izləyin. Buyurun. İndi isə daha ətraflı. SOCAR yeni neft-kimya kompleksinin reallaşdırılması üçün Azərbaycan Mərkəzi Bankından 1 milyard manata yaxın kredit cəlb edəcək. Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. 10 illik istilik götürür və 5 il müddətinə ödəniş uzatılması ilə ki, biz düşünürük ki, o cipsini 3-4 il müddətinə artıq biz artıq o cipsi iş gelir, tender prosedurları gelir və yəqin ki, biz ilin yaya biz artıq tenderi elan edəcəyik, tenderin və artıq ilin axırına podratçı alyanslar seçəcəyik. Rusiyadan Türkiyəyə nəql olunan qazın qiyməti aşağı salınıb. Bununla bağlı tərəflər arasında artıq şifahi razılıq əldə edilib. Bu işin müzakeresini yürüten biziz, anlaşmasını sağlayan biziz ve Rusya Federasyonu ile aramızdaki olan güven şu anda en az yazı kadar önemlidir. Eğer ben açıklama yapmışsam %10.25 indirim sağlandı demişsem asıl kaynağından haber almış olacaksınız. Konu da böyledir zaten. Yani bunun aslı nedir derseniz aslı benim söylediğim gibidir. %10.25 indirim alınmıştır. Bu indirime sevinmeyenler olabilir. İndirim alınmasaydı daha iyi bir noktada oluruz diyenler olabilir. Ama ben indirim aldığımız için sevinenlerden bir tanesiyim. Çünkü bunun karşılık geldiği rakam 1 milyar dolar civarındadır. Strateji məhsul olan taxıla tələbatın böyük hissəsi xaricdən ithal hesabına ödənir. Yerli taxılsa bazarlarda demək olar ki, alıcı tapmır. Kənd Təsərrüfatı Nazirliyi fermerləri agrotexniki qaydalara əməl etməməkdə günahlandırır. Ətraflı ekonomiksin araşdırmasında biləcəksiniz. Ölkəmizdə ərzaq buğdasına olan tələbat adam başına 180 kiloqramdır. Lakin onun cəmi 55% yerli istehsal hesabına ödənir. Fermerlər deyir ki, buna səbəb əkdikləri buğdanı sata bilməmələridir. Əvvəllərdə taxıl əkəcəyim, torpaq bölüləndə. Sonra da taxıl sərf eləmədi, belə pula getmədi. Sonra göndərdim, göncəyin arpa əkdim. Ölkədə taxıl fondu fəaliyyət göstərsə də fermerlərin bu problemi həllini tapmır. Çünki fond taxılı daha çox xaricdən ithal edir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bunu yerli taxılın standartlara uyğun gəlməməsi ilə izah edir. Çox təəssüf ki, bizim bəzi fermerlərimiz bu agrotexniki qaydalara düzgün əməl etmədiyinə görə, növbəli əkin prinsipinə düzgün əməl etmədiyinə görə, taxıl yerinə bir neçə il darbadan əkdiyinə görə, bu xəstəliklərlə, zərərvericilərlə, alaq otlarının sirayətlənməyinə görə, ona qarşı düzgün mübarizə aparmadığına görə məhsulları aşağı düşür. Orta məhsullarlıq, qeyd edelim ki, 24 sentimlərə bərabər olmuşdur. Mütəxəssislərin fikrincə istehsal edilən məhsulun keyfiyyətsiz olmasının başlıca səbəbi istifadə edilən toxumun aşağı reproduksiyalı olmasıdır. Odur ki, ilk növbədə yüksək məhsuldarlığı olan quraqlığa davamlı toxum yetişdirilməlidir. Burada rayonlaşdırılmış taxıl sortu olsun. Toxum sortu olsun. O toxumdan da gəlib yaxşı taxıl ola bilər. Çünki çörək, pişirilməsi, çörək sənayesində hazırlamaq üçün gəlib yaxşı taxıl alaq. Taxıl almaq üçün ancaq toxum sortulmalıdır. Elmi Tədqiqat Əkinçiliyi İnstitutu isə problemi həll etmək üçün yeni və yüksək keyfiyyətli toxum sortları üzərində çalışır. Bu toxumlardan istifadə edərək orta məhsuldarlıq 6-7 tona çatdırılacaq. İstehsal olunmuş toxumlar yüksək kondisiyaya çatdırılır, təmizlənir, dərmanlanır, seçiləndikdən sonra kisələrə yığılıb, etiketlənir və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında Respublikada olan özəl toxumçu fermerlərə və digər elmi toxumçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinə paylanır. Onlar isə bunu artırdıqdan sonra fermer təsərrüfatlarına deməli satırlar. Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi toxum fondunun yaradılması istiqamətində işlərin icrasına başlayıb. Bununla da gələcəkdə yüksək məhsuldarlığa nail olmaq, əksər məhsullara, o cümlədən taxıla tələbatı yerli istehsal hesabına tam ödəmək mümkün olacaq. Aysel Fərziyeva, Vüsal Nəsirov, Habil Aslanoğlu, İlqar Fərmanlı, Lider TV.
Qiymətli metalların idxalına tətbiq edilən verginin aradan qaldırılması Türkiyənin zərgərlik məmulatlarının satış şəbəkəsini genişləndirməklə yanaşı, həm də ixracın da artmasına kömək edib. İdxal vergisinin azalması almazla bəzədilmiş zərgərlik məmulatlarının xarici ölkələrə satışını daha da sürətləndirib. Qeyd edək ki, ötən il bu məhsulların ixracının həcmi 4,5 milyard dollar olmuşdu. Qiymətli metallar bazarında qızılın bir unsiyası 1161 dollar 40 sentə satılır. Bu göstərici əvvəlki hərraclarla müqayisədə azalmadı. Bu tendensiyanı gümüş də davam etdirir və mis və alüminiumsa əksinə bugün dəyərlərini artırıblar. Neft bazarında vəziyyət çox gərgindir. Brent markalı neftin bir bareli 2%-dən də çox ucuzlaşıb və 54 dollar 64 sentə təklif edilir. Amerikanın New York Əmtəl birjasında hərraca çıxarılan light neftinin qiyməti isə daha çox 3,78% düşüb və 42 dollar 82 sentə təklif edilir. Dünyanın səhəm bazarında qiymətlər enib. Amerikanın aparıcı qiymətli kağızları bu saata ucuzlaşıblar. Xüsusən Yaponiyanın Nikkei 225 indeksi dəyərini itirib. Avropa bazarlarında da dinamika mənfiyə doğru dəyişib. Avropanın vahid valyutası hələ də eniş nümayiş etdirir. Bu saat avro dollar 1,10 mində 1674 dollar, yəni 120,76 funt sterling dollarsa 1,4858-ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzəmmələri isə belədir. 1 dollar 1 manat 5 qəpikdən aşağıdır, 1 avro 1 manat 13 qəpikdir, Rusiya rublu 1,8 qəpikdir, Türk lirəsi isə 41 qəpiyə yaxın mübadilə edilir. Belə sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə isə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bizdən bugünlük bu qədər. Mehman, söz yenidən sizdədir. Təşəkkür edirik.